Limonu qolunun altına sür. Tərə pis qoxuya son qoyacaq. Əgər qol altın aşırı tərləyirsə, tərlədiyi zaman qolunun altından dözülməz üfunət iyi gəlirsə, tərə pis qoxuya görə hətta bir koftanı ikinci gün yenidən geyinə bilmirsənsə, bu qarışım sənin üçündür. Diqqətlə qulaq as, ekrandakı ürək zəhmət olmasa qızart və profilin üzərindəki plus işarəsinə toxun. Götürürsən bir xörək qaşığı təzə limon suyu ilə, bir çay qaşığı çayla sodanı qarışdırıb duş aldıqdan sonra bu qarışımı pambıq vasitəsilə qol altına çəkirsən. Qarışımın tərkibində həddən artıq çox zəngin antioksidantlar var və bu antioksidantlar qol altında aşırı tərləmənin qarşısını alır. Nəticədə bakteriyaları məhv edir. Bu da pis qoxunu önləyir. Bu videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Nəzzaçın Baloğlanla hər zaman sağlam qalasan.